Salam, hər vaxtınız xeyir olsun. Bugün qat-qat xəmirli, kəsmikli, çox dadlı şirniyyat resepti bölüşürəm. İlıq südün üzərinə maya əlavə edib qarışdırıb qoyuram maya aktivləşsin. Üzərinə şəkər tozu, yumurta, vanilin, kərə yağı da əlavə edib qarışdırıb bunları həll edirəm. Onu da əlavə etdikdən sonra yumuşaq xəmir hazırlayıram. Videonun altına dəqiq ölçülərdə resept qeyd edəcəm. Xəmiri gözəl yoğurduqdan sonra toparlayıb üzərini örtüb yarım saat qoyuram mayalansın. Xəmiri yarım saat mayalandırdıqdan sonra masanın üzərini unlayıb böyük bir yuxa yayıram. Yuxanı olduqca böyük yayıram. Üzərinə kərə yağı əlavə edib kərə yağını yuxanın hər tərəfinə çəkirəm. Gördüyünüz bu şəkildə yuxanı qatlayıram. %20 dəqiqədə bu şəkildə saxlayıram. İçlik hazırlayıram. Kəsmiyin üzərinə şəkər tozu, vanilin, bir ədəd yumurta ağı əlavə edib krem halına gətirirəm. Kəsmiyi krem halına gətirdikdən sonra üzərinə 200 qram kişmiş əlavə edib bunu da bir gözəl qarışdırıram. Belə içlik də hazırdır. Xəmiri də 20 dəqiqə gözlətdikdən sonra yenidən masanın üzərini unlayıb yayıram. Baxın, videoda gördüyünüz şəkildə xəmiri daha çox uzun-sov şəkildə yaydım. Üzərinə içliyi də əlavə edirəm. İçliyi xəmirin hər tərəfinə çəkirəm. Gördüyünüz bu şəkildə yenidən qatlayıram. Kəsib dilimlərə ayırıram. Yağlı kağız sərdiyim soba listinə düzüb, üzərinə də örtüb 20 dəqiqə mayalandırıram. 20 dəqiqə soba listində də mayalandıqdan sonra üzərinə yumurta sarısı ilə süd qarışımı çəkirəm. Ağ və qara küncüt də səpdikdən sonra öncədən isitdiyim 180 dərəcəlik sobada 30 dəqiqə bişirirəm. Bulkalar bişdi, artıq hazırdır. İnanın ki, o qədər dadlı bir bulka alınır ki,
çox bəyənəcəyiniz bir bulka resepti olacaq. Qat-qat xəmirlə çox dadlı bir içliklə hazırlandığı üçün çox dadlı, yumuşaq bir bulka alınır. Bəyəndinizsə hazırlayıb yoxlayın.